İsmi Şah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Ya Allah. Ya Allah. Ya Allah. Ya Allah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Girdim Adem cismine, kimsene bilmez sinini. Ben bu Beytullah içinde ta ezelden var. Bu eser daha önce yazılmış olan Fatihler Səltənəti əsərinin davamıdır. Hadisələri, obrazları daha yaxşı anlamaq üçün məsləhətdir ki, digər əsəri də əldə edəsiniz. Əsər, görkəmli Azərbaycan yazıcısı Fərman Kərimzadənin Xudafərin Körpüsü romanının motivləri əsasında tarixi faktlar və müstəqil yazar təxəyyülünün məhsulu olaraq meydana çıxmışdı. Əsərin yazılma məqsədi milli ideologiyamızın, tariximizin və dövlətçilik ənənələrimizin təbliğidir. Təbriz sarayı. Səlcuq Şah bəyimin qəbul otağı izdivacdan bir neçə gün sonra. Günorta. Təbrizin Həşt Behişt sarayı kompleksinin kiçik, lakin bəzəkli otaqlarından biridir. Otaqdakı daş divarlar əlvan xalçalarla örtülmüş. Pəncərədən düşən səhər işığı otağın ortasındakı oyma taxta oturacaqlara düşür. Ağqoyunlu Bayandur dövlətinin paytaxtı olan Təbriz üçün tikilmiş bu otaqda qədim Oğuz abidələrinin izləri var. Divarın bir küncündə Bayandur damğası oyulub. Qarşısında isə iri gümüş nimsədə təzə yığılmış ağ-qızıl güllər var. Hava gözəl bir ətirlə doludur. Sultan Yaqubun anası Səlcuq Şah bəyim taxtında oturub. Onun üzündəki hər bir qırış həm keçmiş hökümdarın xanımı Uzun Həsənin, həm də indiki hökümdarın anası olmaqdan irəli gələn hakimiyyət və ehtiyatın izlərini daşıyır. Qarşısında isə yeni gəlin Gövhər Xatun, Şirvanşahın qızı, sükunətlə, amma son dərəcə nəzakətlə oturub.
Səlcuq Şah bəyimin baxışları Gövhər xatunun hər hərəkətini izləyir. Bu, xoş gəlin qaynana görüşü deyil, iki qonşu dövlətin, Ağqoyunlu və Şirvanşahların sarsılmaz iradələrinin qarşılaşmasıdır. Nurum, Gövhərim, sən Oğuz nəslindənsən. Bizim sarayımıza gəlişin məni çox sevindirdi. Yaqubun səninlə birlikdə gələcəyə atılan addımı daha da möhkəmləndi. O mənim bayandır qardaşım, aslan oğlumdur. Sən də onun Gövhər sultanısan. Sizin xoş sözləriniz məni sevindirdi, əziz anam Səlcuq Şah bəyim. Ata yurdum Şirvan mənim bu taxta Türk birliyinin qızıl gülü olmağıma dua edir. Şirvan da, Təbriz də eyni amal uğrunda var olan vahid məmləkətin yurdlarıdır. Türk birliyi, bəli, mərhum Hasan Padşah da həmin bunu istəyirdi. O müqəddəs Quran-ı Kərimi belə Azərbaycan türkçəsinə çevrilmişdi. Bizim yolumuz əzəldən Oğuznamələrdə yazılıb. Dədə Qorqud o dövrdə də dedi, oğul atadan nə görsə, onu eləyər. Yaqub əməlli başlı Türk millətinin qoruyucusu olaraq böyüdü. Lakin bilirsənmi qızım, bəzən o Türk birliyi adı altında ocağımızın içində yad fitnə, fəsad yarandı. Fitnə həmişə olur anacan. Odur ki, güclü ittifaq qurmalıyıq. Atam Fərrux Yasar da deyirdi ki, Şirvanın daş qapıları elə Ağqoyunlu taxtının müdafiəsidir. Mən bura təkcə bir qız kimi yox, həm də iki dövlət arasındakı müqavilənin şahidi kimi gəldim. Əlbəttə, Yaqub atası kimi Ərdəbil şeyxləri ilə xoş münasibətdədir. Bizim bu evliliyi qurmaqda əsas məqsədimiz də Şeyx Heydərin xalqa ayağa qaldırmasının qarşısını almaq. Şirvanın da, Ağqoyunlunun da başı bu qızılbaş dərvişlərin əlindən yaman ağlayır. Bəli, Heydərin atasının qatilləri saydığı Şirvan sarayı ilə mübarizəsi məlumdur. Atam Fərrux Yasarın da istəyi budur ki, Təbriz bizim Şeyx Heydərə qarşı mübarizəmizdə sarsılmaz dayaq olsun. Çünki Şeyx və onun nəsli sadəcə Ərdəbilə yox, bütün Azərbaycan torpağına göz dikiblər. Mən bu qapıya gəlib gedən çox gəlin görmüşəm qızım. Hər birinin taleyi Bayandır ocağının mənafiyi ilə bağlı olur. Mənim oğlum hökümdardır. Hökümdarın yolu təkcə sevgi deyil, eyni zamanda ədalətli dövlətdir. Mənim birinci gəlinim Selcan xanım. Bu uğurda çox zəif oldu. Oğluma layiq xatim ola bilmədi. Mən Şirvan taxtının qızıyam. Mən burada Təbriz bağında qızıl gül kimi solmaq üçün deyil, bürclər üzərində sancaq kimi ucalmaq üçün gəlmişəm. Mənim sevgim hökümdarıma, sədaqətim isə bu birliyədir. Atam Şirvanşah Fərrux Yasar məni sizə əbəs yerə vermədi. Bu izdivac Ağqoyunlu Şirvanşah ittifaqının möhrüdür. Yaxşı qızım. Mən də elə bunu eşitmək istəyirdim. Bil ki, bu sarayda qılınc kimi kəsən sözlər olur. Əgər bir gün Yaqub sənin sözünə baxmayıb, Şeyx Heydərin təhlükəsini yaddan çıxarsa, o zaman sən də atandan gətirdiyin siyasi gücü xatırla. Hökümdarın gücü bəzən xanımının ağlından gəlir. Səlcuq Şah bəyim əlini uzadır. Gövhər xatun ehtiramla onun əlini öpür. Bu hərəkətdə nə sevgi, nə də hörmət var. Yalnız iki güclü siyasi xəttin sükutla qəbul edilən razılığı hiss olunur. Səlcuq Şah bəyim gəlininə xeyirxahlıqla gülümsəyir, lakin gözləri hələ də gəlinin içindəki Şirvan casusunu axtarır. Gövhər xatun isə başını əyir. Onun sükutunun arxasında atası Fərrux Yassarın verdiyi tapşırıq dayanır. Təbriz və Şirvanın birliyi. Bu ittifaq sarsılmaz olmalıdır. Ərdəbil, Şeyx Heydərin ocağı, böyük həyət, axşam. Ərdəbilin dumanı artıq yüngülləşmişdi, göydə dolunay var. Şeyx Heydərin ocağının geniş həyəti, qızılbaş müridləri və Ərdəbilin bütün din adamları ilə doludur. Qalın, zəngin xalçalar üzərində onlarla molla, axund və fəqir iki cərgədə düzülüb.
Onların cübbələri qaranlıqda kölgə kimi hərəkət edir. Həyətin bir küncündə qızılbaş döyüşçüləri nizamla dayanıb, onların qırmızı çalması və sancağı qürurla dalğalanır. Həyətdə hamı birdən susur. Nisbətən uzaqdan Şeyx Heydərin atının səsi gəlir. Bir qədər sonra Şeyx Heydər atın üstündə, yanında Sadiq və digər sərkərdələr ilə içəri daxil olur. Heydərin baxışlarında yorğunluq deyil, cəsarət parlayır. Qoşa cərgənin başında, mollaların ən önündə Əbu Musa dayanır. O tələsik irəli gəlir, Heydərin atının yüyənini ehtiramla tutur və elə hərəkət edir ki, sanki heç bir gizli planı olmamışdı. Mürşidi kamilimiz, xoş gəldiniz ulu şeyximiz. Təkəbbürlü Şirvanın hiləsinə aldanmayan, Dərbəndin gec-tez fatihi olan, Türkün və İslamın qızıl gülü. Əbu Musa başını əyir, alnını atın dizinə dəydirir. Biz sizin üçün günlərlə dua və zikir məclisləri qurduq. Hər kəs sizin Azərbaycanın bütövlüyü və qəzavat yolu uğrunda çəkdiyiniz zəhməti bilir. Qoy rəhim və rəhman olan Allah sizi qorusun. Sən var ol Əbu Musa. Mənim qayıdışıma sevinən hər kəs Ak yolunun nuru ilə mükafatlanacaq. Hüseyin bəy Şamlı Əbu Musaya şübhə ilə baxsa da susur. Əbu Musa çevrilib din adamlarına işarə edir. Cübbəli adamlar sırayla şeyxə yaxınlaşır. Onların çoxu Əbu Musanın təsiri altında olan, daxildə üsyan arzulayan mollalardır. Din adamları sırayla Heydərin əlini öpürlər. Bu ona siyasi və dini biət etməkdir. Bu zaman dini ayinlər icra edilir. Qızılbaşlar Bismillah, Allah, Allah deyə uca səslə zikr edir, mollalar isə sakitcə ya imam deyərək şiə ehkamlarına uyğun ayinləri yerinə yetirirlər. Əbu Musa hər mollanın şeyxin əlinə yaxınlaşdığından əmin olur.